dostlar, kanalıma ve yeni videoma hoş geldiniz. Bugün sizlerle edirik. Bugün sizlerle birlikte tam tamına 4. videomdu. Bugün sizlerle birlikte bir tane böyle bir şokolat var. Bunu tadım testi birinci defa diyelim. Ve yarısını kardeşim yemişti. Bir de var ama ben onu hoşlamadığım için, kardeşim de bunu hoşladığım için yarısını yemişti. Yarısını da ben yedim. Aslında ben tadım etmişim ama sizlerle birlikte de bölüşmek istedim. Əsas odur ki, siz bu necə dadığını bilmirsiniz. İndi mən ne dadmamışam kimi, heç yəni yeməmişəm kimi edəcəm, amma mən yemişəm. Yəni yeməmişəm kimi edəcəm və sizə dadını deyəcəm. İndi başlayaq. Dostlar, sanki deyim, mən bunu birinci yeyəndə də düşünmüşdüm. Əslində lap birinci yeyəndə heç bunun dadı gəlmədi mənə. Amma sonra ikinci dişlərimdə gəldi. Amma indi birinci dişlərimdə bilirəm onun dadını, ona görə bilirəm. Yəni də mən 2 dəfə dişlədim. Dostlar, həm çox yaxşı deyil, həm də çox pis deyil. Ortalamadır dostlar. Yəni elə bir ki, dadı bilirsiniz necədir? Elə bir ki, həm şirin bir şeyin dadını, həm şirindən, həm də turşla, elə düşməzə bir şeylə qaçışdırıb bu dadı əldə ediblər də. Elə bir şeydir. Əslində bunu şokolad sanmışdım. Dadım belə sanmamışdım da. Yəni elə bildim ki, dadı elə şokoladın adi dadı kimi gəlir, amma belə deyilmiş dostlar. Ayrı cürmüş dadı. Sanki turş bir şeylə şirin bir şey qaçışdırıblar. Bu dadı gətiriblər də. İşte necə deyim, hələ yəni bunu mən bilmirəm hardan almışam, amma hardan aldığımı bilsəydim deyərdim. Mən annem Bakıya getmişdi, o alıb gətirib. Yəni mən getməmişdim. Getsəydim hardan aldığını da biləcəkdim. Bu arada şeyə az qalıb, amma yenə də belə bir şey düzəltmişəm. Daha doğrusu mənə sinif yoldaşım düzəldib. Bunu açacaq birlikdə. Amma səhərki videoda gözləmədə qalın. Sağ olun. Yox, hələ yox. Hələ 10 saniyəmiz var yəni. Mən bundan artıq çəkə bilmirəm ona görə. Dostlar, bəli. Sağ olun.